xeyir, hər birinizi xoş gördük. Gəlin baxaq samitlərin yazılışı. Oxuyun, cümlələrdə səhv yazılmış sözləri müəyyən edin. Öyrəndiyiniz qaydalardan çıxış edib fikrinizi əsaslandırın. Meşə çaqqalsız olmaz. Biz öyrənmişik ki, bəzi samitlər yazarkən qoşa yazılır. Çaqqal sözü də bu sözlərdən biridir ki, qoşa q olmalıdır. Tələffüz zamanı iki samit yanaşı gələrsə, iki cingiltili samit yanaşı gələrsə, ikincisi kar tələffüz olunur. Gəlin baxaq. 5 barmağın 5-i də 1 deyil. Burada biz qayda öyrənmişik ki, saitlə başlanan şəkilçi əlavə olunarsa, sonunda qığı əvəzlənməsi baş verir. Nə baş verir? Qığı əvəzlənməsi baş verir. O da olmasa tüstü çıxmaz. S-dan sonra nə olar? T hərfi olar. Ağac bar verəndə başını aşağı dikər. Ağac sözü sonunda c ilə bitməlidir. 4 sözdən biri səhv yazılıb. Saqqız, mütəkkə, qoşa q, qoşa k. Saqqal sözü nə olmalıdır? Qoşa q ilə olmalıdır. Hoppanma, qoşa p. Deməli, səhv olan nədir? Burada c variantı. İtki, şaftalı, asta, məqsəd. Məqsəd sözü necə olmalıdır? Məqsəd. Gülünc, qəşəng, 4, çəkic. Burada c hərfi olmalıdır. Çörəkdən köməyi, kəpənəyə, çiçəyin. Biz dedik ki, saitlə başlanan şəkilçi əlavə olunanda k-yə əvəzlənməsi baş verir. Qayığın, soyuqdan, balığı, qaşıq da. Əgər sözə samitlə başlanan şəkilçi əlavə olunsa, öz olduğu kimi qalmalıydı. Xəstəyə kömək etdi. Həkim xəstəyə kömək etdi. Söyüd ağacı qurudu. Sevinç 4, kitab aldı. Səhəng su daşımaq üçündür. Otağa tüstü doldu. Xəstə həkimi çağırdı. Qələmin mürəkkəbi qutardı. Rəqqaslarda qoşa q olur. Yallı rəqsi oynadılar. Gəlin baxaq. Hər bir cədvəl özü əks etdirilmişdir və biz onu nədir? Plakat hazırlamalıyıq. Bu sinif işidir. Deməli, kənd sözü yanlış verilib, kənd. Doğru variantı kəndir. Pələng k yox ki, kərpiç ç tələffüzdədir, düzgün c-dır. Təəccüb əslində b ilə də tələffüz zamanı p olur. Qoşa 8-də qoşa ki, kar yanaşı gələndə ikincisi cingiltili tələffüz olunur. Əlbəttə. Toqqa, toppuz, nöqsan, dəstə, həftə, seçki. Bax, g ağzımızdan çıxır, amma k-dır. Qızlar, bax, l samiti ilə başlayan nədir? L samiti ilə başlayanlardır. Qızlar. Onluq. Ətirlər. Duzlu. Deməli, birincidə nədir? Sonunda b, c, d və g samitlərin yazılış formasıdır. İkinci qrup yanaşı gələn qoşa k, qoşa q, qoşa p, qoşa t samitlərin yazılışıdır. Üçüncü qrupda sözün ortasında yanaşı gələn müxtəlif samitlərin yazılışıdır. Dördüncü qrup isə l samiti ilə başlayan bəzi şəkilçilərin yazılışıdır. Birinci tapşırıqda da bizə istəmişdi. Bax, qayda. Birinciyə hansı aid olacaq? Qoşa, hansı ki, qoşa samitlərin yanaşı gələndə qoşa q, qoşa k gələndə tələffüz formasıdır. Burası saitlə başlanan şəkilçi əlavə olunandır. Burada sözün ortasında gələn müxtəlif iki samitin yanaşı gəlməsidir. Bu da sonunda b-dır, d-dır, c-dır, ç-nın, b-dır, c-nın gəlməsidir. Qeyd eləyək. Bax, burada da qeyd elədim. Bax, dördündən biri səhv yazılıbdır. Burada diqqət eləsək, burada nədir? Burada da eyni cinsli samitlərdir. Eyni cinsli. Eyni cinsli samitlərdir. Burada iki müxtəlif samitin yanaşı gəlməsidir. Müxtəlif samitli. Sonra bu sonda yəni söz sonunda cingilti samitlərin yazılışıdır. B-dır, c-dır, d-dır, g-dır. Tələffüzüdür. Burada da k-yi əvəzlənməsidir. Burada demək sözün sonunda nə baş verməsi? Qığı əvəzlənməsi baş verməməsidir. Qığı əvəzlənməsi əvəzlənməməsi. Yəni burada əvəzlənmə baş vermir. Keçək iş dəftərinə.
Uşaq maraqlı filmə baxdı. Uşaq maraqlı filmə baxdı. Altay xizək sürməyi öyrəndi. Balıqçının, fikir verək, balıqçının qayığı qıyğı əvəzləməsi baş verib. Ağır idi, çünki içində çoxlu balıq var idi. Asan tapşırıq olanda uşaqlar tapşırıq, qıyğı əvəzləməsi var burada. Tez yerinə yetirirlər. Qonaqlar və özündən sonra samit gəlibsə qı olaraq qalır. Əgər saitlə başına şəkilçi əlavə olunsa, qıyğı əvəzlənməsi baş verir. Doyunca su içib çəmənlikdə ki olaraq qalacaq, yığıya çevrilməyəcək. Niyə? Çünki özündən sonra samitlə başlanan şəkilçi gəlibdir. Buraxılmış şəkilçiləri əlavə etməklə sözləri tamamla. Cavanlıqda daş daşı, qocalanda iyi aşı. Başqasına pislik edən özünə etmiş olar. Dostluğun birinci şərti etibardır. Dostluğa çevriləcək. Qəhrəmanlar unudulmur. Atlı ilə piyadanın dostluğu tutmaz. Atlı ilə piyadanın dostluğu tutmaz. Birlik harda, dirlik orada. Çəkicin sonunda c olur. Pələngin sonunda g olur. Nöqtədə nöqtə. Məktəb, sevinç, nöqsan, saqqal, rəqs, təşkil, toqqa, usta, şagird, sonda da olur. Deyir ki, hansı sözdə k-yə əvəzlənməsi baş veribdir. Körpə sözü sözün köküdür. A, ə isə şəkilçidir. Y orada bitişdiricidir. Körpü sözün köküdür. Y orada bitişdirici, ə yönlü çalı şəkilçisidir. Kötük sözündə sözün kökü kötüktür. Kötük sözünə ə şəkilçisi əlavə olunub k-yə əvəzlənməsi baş veribdir. Nə baş verib? Kötüyə olubdur. Deməli, doğru olan budur. Bizə deyir ki, kökünə samitlə başlanan şəkil çağırtıb cümlədə işlət. Məsələn, deyər ki, kötükdən uşaq kötükdən yıxıldı. Və yaxud da kötükdən hoppandı.